Salam Mix sınaq 1-in test izahına davamına baxırıq. Yəni 21-dən sona qədər 40-a qədər olan sualların izahına baxacaq bu videoda. Başlayaq 21-ci sualdan. Azərbaycan fiziki coğrafi rayonlar üçün uyğunluğu müəyyən edin. Euler Venn diaqramı verilib və hazır xüsusiyyətdə bir də ki, Venn diaqramında yerləşdirilib. Belə sualla qarşılıqda birinci ortaq xüsusiyyətə baxmalıyıq. Ortaq xüsusiyyət B və C verilib. Yanar mənşəli təbii ehtiyatları var. Xarici ölkə ilə həmsərhəddir. Yanar mənşəli təbii ehtiyatları Zaqatala Lahıcda yoxdur. Qanı Xəyirsayda yoxdur. Xarici ölkə ilə həmsərhəddir. Bizə o dərəcədə kömək eləmədi. Yerdə qaldı 1, 3, 4. Burada A-la və D-yə baxsaq 1-ə uyğun verir. Adı deyil, mülayim isti iqlim tipinin bütün yarım tiplərinə rast gəlinir. D-də deyir ki, qonur dağ-meşə və qəhvə dağ-meşə torpaqları qurşaq təşkil edir. Mülayim isti iqlimin bütün yarım tiplərə rast gəlindiyi fiziki coğrafi rayon Qonaq kənd fiziki coğrafi rayonudur. Qonur və dağ-meşə, qəhvə dağ-meşə qurşaq təşkil edir, doğrudur. Baxsaq 2 verib, ərazisindən axan böyük çaylar başqa təbii vilayətdən formalaşır. Başqa təbii vilayətdə daxilində formalaşır. Yəni özündə formalaşmır, başqa təbii vilayət daxilində formalaşır. Yerdə Qafqaz, Qarabağ, Gəncə, biz də burada Qazaq Qarabağı düzən ərazi olduğu üçün götürək. Yəni düzən ərazilərdə böyük çaylarımız düzənlikdə yox, dağlıq ərazilərdə formalaşır. 2-də 1 yazarıq. Yəni A variantı. İlmikə baxaq. X inzibati rayonunun xarici ölkəyə çıxışı var və 2 inzibati rayonlu həmsərhəddir. Həmsərhəd olduğu inzibati rayonlardan yalnız biri xarici ölkə ilə sərhəddir. Aid olduğu iqtisadi coğrafi rayon daxilində şəhərlərin sayı inzibati rayonların sayından çoxdur. Rayon 2 tektonik zonada və 2 fiziki coğrafi rayon daxilində yerləşir. Ümumiyyətlə bu sualda fiziki coğrafi belə ki, sərhəddə yerləşən rayonlarımızı belə deyək ki, analiz etməliyik və onlar 2 belə deyək ki, qonşu rayonu olmalıdır və 2 qonşu rayonunun biri yalnız xarici ölkə ilə həmsərhəd olmalıdır. Yerləşdiyi iqtisadi coğrafi rayon daxilində şəhərin sayı inzibati rayon sayından çox olmalıdır. Bu rayon Astara rayonudur. Astara rayonu şərti tam ödəyir. Ərazisi X inzibati rayonu haqqında doğru fikirləri müəyyən edin. Doğru fikir istəyir bizdən. Ərazisi filiz və qeyri-filiz mənşəli təbii ehtiyatlarla zəngindir. Fikir doğru deyil, yanlışdır. Modul tipli elektrik stansiyaları fəaliyyət göstərir. Bəli, Astarada modul tipli elektrik stansiyası var. Yerli vaxtla günəşin batmasını Cəbrayıl rayonundan tez görür. Bəli, Cəbrayıldan daha şərqdə olduğu üçün bu fikir doğrudur. Ərazisində Kür çayı hövzəsinə aid olan çaylar axır. Fikir yanlışdır. Ərazisində mühüm əhəmiyyətli neft-qaz boru kəməri keçmir. Bəli, keçmir. Doğrudur. İrana neft satmırıq ki biz. Qonşu olduğu inzibati rayonlardan biri fərqli iqtisadi coğrafi rayonunda yerləşir. Fikri də yanlışdır. Qonşu 2 qonşusu var. Lənkəran və Lerik. Hər ikisi də eyni iqtisadi coğrafi rayon daxilində yerləşir. 2, 3, 5 doğru variant olar. Növbəti suala baxırıq. Uyğunluğu müəyyən edin. Ant dağlar, Alp dağları, Qafqaz dağları verilib. Baxaq və uyğun olmayan xüsusiyyətlər verilib. Yəni uyğun olmayanı götürəcəyik. Burada yerləşən yalnız bir ölkənin sahilləri, 2 okean suları yuyur. Xeyr, bir ölkə yox. Çili və Kolumbiya 2 dənə ölkə olar. Yəni bu səhvdir. Yaranmasında Sakit Okean litosfer havasının birbaşa iştirakı yoxdur. Doğru fikirdir. Ekvator xəttinin kəsdiyi ərazilərə nisbətən cənub turba xətti kəsdiyi isə daha genişdir. Bəli, burada altı Pirano yaylaları yerləşir. Fikir doğrudur. Buradan yalnız A-nı götürsək xüsusiyyət kimi. Alp dağları ən hündür nöqtəsi Bazardüz zirvəsindən azdır. Fikri yanlış olar. Alp dağlarının hündür zirvəsi Mont Blanc 4807, Bazardüz 4466. Səhvcə A-nı götürərik.
Üç yarımkürədə yerləşir və ərazisində üç yarımkürə fikri səhvdir, iki yarımkürədə yerləşir, qırmızı xətti kəsmir. Ərazisində Roman və German dil qrupuna aid olan xalqlar yaşayır fikri doğru idi, amma Matterhorn fikri burada yerləşib. Bəli, İsveçrədədir. Aid olduğu ölkənin 3 G7 ölkəsi ilə quru sərhəddi var. İsveçrənin İtaliya, Fransa, Almaniya kimi G7 ölkələrlə sərhəddi var. Fikri doğrudur. Buradan səhv uyğun olmayan, yəni səhv xüsusiyyət kimi biz A, B-ni götürürük. Qafqaz dağları dağın yerləşdiyi ölkələrdən ikisinin Dünya okeanına birbaşa çıxışı yoxdur. Bəli, Azərbaycan, Ermənistan. Atrik çay mənbəyini bu dağlardan götürüb. Daxili axar sözə aiddir fikri yanlışdır. Atrik çay Türkiyədən, Türkmenistandan axır. Qafqaz dağlarının əlaqəsi yoxdur. Şimal yamacına qar xətti daha alçaqdan keçər fikri də doğrudur. Buradan da götürərik B-ni. A, 2, AB, 3B cavab C variantı olar. 24-də baxırıq. Orta qırışıqlıq doğru fikirlər istəyir bizdən. Orta qırışıqlıq vilayəti iki materikdə rast gəlinir. Avrasiya, Şimal Amerika doğrudur və yalnız Cənub-Qərb yarımkürəsində yoxdur. Doğru xüsusiyyətdir. Rast xalqı muziqal nöqtəsinin yerləşdiyi yarımadada ən qədim qırışıqlıq vilayətinə rast gəlinir. Yəni Baykal qırışıqlığı var. Bəli, Somon yarımadasında Baykal qırışıqlığı var. Doğrudur. Ərəbistan yarımadası tamamilə platformada yerləşir. Fikri yanlış olar. Burada Alp qırışıqlığı olan ərazilərdə var. Aso vulkanı Küs adasında, Apo vulkanı isə Luson adasında da fikri yanlış olar. Apo Mindanao adasında yerləşir. 1 və 2-ni götürdük. Davamına baxaq. Şimali Amerika materikinin 40 dərəcə paralel çevrəsinin kəsdiyi ərazilərdə ən qədim qırışıqlıq vilayətinə rast gəlinmir fikri doğrudur. Çünki o hissələrdə, ümumiyyətlə Şimali Amerikada ən qədim qırışıqlıq Baykal qırışıqlığı yoxdur. Nəinki 40 dərəcə paralel çevrəsinin kəsdiyi olsun. Yəni tamamilə doğrudur. 5-i də götürərik. 6-ya baxaq. Azərbaycanda Kaledon, Helsinki kimi Alp qırışıqlığında yerləşən ərazilər var fikri yanlışdır. Yalnız Alp qırışıqlığında yerləşir. Amma Kaledon, Helsinki kimi Alp qırışıqlığı baş verən vaxtlarda belə deyək ki, vaxtların dövrü, belə deyək ki, eraların, dövrlərin bizdə suxurları var. Qırışıqlıq olaraq, amma yalnız Alpdayıq. Suxur olaraq bəli, suxur olaraq var. Qırışıqlıq olaraq isə yalnız Alpdayıq. 1, 2, 5 D variantı olar. 25-ə baxırıq. Yanlış fikri müəyyən edin. Liviyada orta ömür milləti Çar Cənubi Afrika Respublikasından çoxdur. Yüksəkdir fikri doğrudur. Yəni belə deyək ki, Cənubi Afrika Respublikası inkişaf etməsinə baxmayaraq orada orta ömür müddəti azdır. Liviyada Afrika materikində orta ömür müddətinə görə ən yüksək ölkələrdən biridir. Demək olar ki, yüksəkdir bu da. Fikir doğrudur. Dünya əhalisinin payında Asiyanın xüsusi çəkisi günü-gündən artmaqdadır. Fikri yanlış olar. Belə deyək ki, əvvəllər 44% idisə, indi bu düşüb 40%. Dünya əhalisində tutduğu pay. Yəni, bu da xüsusi pay azalır. Çünki Afrika kimi materik vardır ki, Afrikada yüksək doğum var deyə tibb də inkişaf etdiyi üçün belə deyək ki, xüsusi çəkidə artmır, azalır. Düzdür, dünya əhalisinin böyük bir hissəsi Asiya qitəsində yaşasa da, amma xüsusi çəki söhbətində burada azalma baş verir. Fikir yanlışdır. Lənkəran Astar İqtisadi Coğrafi rayonunda əhali sıxlığı Gəncə Daşkəsən İqtisadi Coğrafi rayonundan çoxdur. Fikri doğrudur. Azərbaycandan keçən Şimal-Cənub beynəlxalq nəqliyyat yolunun layihəsi 2000-ci ildə Rusiya, İran, Çin arasında qəbul edilmişdir. Çinin yerinə biz Hindistan yazmalı idik. Fikir yanlışdır. 1 ton polad istehsal etmək üçün 200 ton su tələb olunur. Fikri doğrudur. İstehsal olunan məhsulun qiyməti nə qədər az olarsa, ona tələb çox olar. Amma burada az yazılır. Fikir səhvdir. Yanlış fikir istəyir. 2, 4, 6-nı götürərik. B variantı. 26-ya baxırıq. Doğru fikirlər istəyir bizdən.
Solomon Sulawesi adalarında fəaliyyətdə olan vulkanlar var fikri doğrudur. Tayvan adası yeni qırışıqlıq, Hainan adası isə orta qırışıqlıqda yerləşir fikir doğrudur. Tayde vulkanı üzərində günəş ildə 2 dəfə zenitdə olur. Xeyr, mülayim işıqlama qurşağında yerləşir. Ələt-Cofa dəmir yolu Araz çayı ilə İmişli rayonunda kəsişir. Fikri yanlış olar. Saatlı olmalıdır. Saatlı. Osmanlı Astar dəmir yolu Biləsuvar rayonundan keçmə fikri doğrudur. Keçmir. Amma maşın yolu keçir, dəmir yolu keçmir Biləsuvardan. Tovuz çay, Zəyəm çay tranzit çay olub. Mənsəbləri Kür çayıdır. Bəli, mənsəblər Kür çayıdır, amma Zəyəm çay tranzit çay deyil, ölkəmizdə formalaşır. Doğru fikir deyilsə biz 1-i götürərik, 2-ni götürərik və 5 götürərik. 1, 2, 5 A variantı doğru cavab olar. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən uyğunluğu müəyyən edin. Fikir versək, biz bu da cənub qütb dairəsindən cənubda qalan hissələrdə qütb gündüzləridir. Şimal qütbündən şimalda qalan hissələrdə qütb gecələridir. Yəni bu 22 dekabr tarixinə uyğun gəlir. Baxaq, sxemdə göstərilən tarixdən sonra Olu torpaq adasına cisimlərin kölgə uzunluqları azalacaq. Fikri səhv olar. Əslində artmalıdır. Bakı şəhərində gündüzün uzunluğu Aşqabad şəhərindən azdır. Fikri doğrudur. Çünki Bakı şəhəri daha şimaldadır və daha şimalda olduğu üçün Günəş də cənub yarımkürəsindədir. Belə deyək ki, Aşqabad şəhərinə nəzərən Bakı şəhəri Günəşdən daha çox uzaqdadırsa, burada Bakıda daha az gündüz olar. Doğru fikirdir. Hibson səhrasında mümkün buxarlanma Liviya səhrasından çoxdur. Günəş bəli cənub tropik xətti üzərindədirsə, Hibson səhrası cənub tropik xətti kəsir və burada bəli mümkün buxarlanma, yəni buxarlanma qabiliyyəti Hibsona daha çox olar. Cənub tropik xəttində yerin fırlanma sürəti maksimuma çatır fikri yanlışdır. 50 şərq uzunluğunda yerləşən bütün məntəqələrdə günəş çıxıb və batma vaxtları eynidir fikri yanlış olar. Bu tarix 21 mart 23 sentyabr tarixləri üçün doğrudur bu xüsusiyyət. İl ərzində günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaq fərqlərinin ən az olduğu enliklərdə. Burada söhbət 0, yəni ekvatordan və 90 qütb nöqtələrindən söhbət gedir. Gecə və gündüzün adi növbələşməsinin pozulduğu və pozulmadığı enliklər var fikri də doğrudur. Bizə doğru xüsusiyyət istəyirsə, biz 2, 3 və 6-ını götürərik. D variantı. %28-ə baxırıq. Doğru fikri müəyyən edin. Nil çayı su toplayıcı hövzəsi 3 yarımkürədə yerləşir fikri doğrudur. Viktoriya gölünün qütb dairəsi kəsir. Viktoriya gölünün ekvator xətti kəsir. Yəni 3 yarımkürədə yerləşir. Kürmükçay Kür çayının 1-ci dərəcə qoludur və mənsəbi Qazax Qarabağ fiziki coğrafi rayonunda yerləşir fikri yanlışdır. Kürmükçayın mənsəbi fiziki coğrafi rayon olaraq Qanxayır çayıdır. Bir də ki, Qanx çayına da tökülür. Kürə tökülmür. Oxçuçay, Gilansay, Biləşçay qidalanmasına Qarabağ buzlaq suları daha üstündür. Biləşçay üçün bu xüsusiyyəti deyə bilmərik. Səhvdir. Biləşçay ümumiyyətcə Talış dağlarında qar və buzlağı bir də ki, formalaşmadığı üçün oradan axan nəinki Biləş, bütün çaylara biz qar və buzlağı qeyd edə bilmərik. Aqraxan yarımadası buzaltı yarımadasından daha cənubda yerləşir fikri doğrudur. Xəzər dənizində yerləşən yarımadalardır. Daqova, yəni Qərbi Divina çayının hövzəsində qoşulmama hərəkatına üzv olan dövlət var. Daqova Avropanın çayıdır və biz bilməliyik ki, Daqova çayı Avropada belə deyək ki, qoşulmama hərəkatına üzv olan bir dövlət var, Belarus və Daqova çayı hövzəsində də Belarus yerləşir. Belarus, Rusiya və Latviya kimi ölkə yerləşir. Latviyadakı Daqovanın mənsəbi yerləşir. Riqa körfəzinə tökülür çay. Doğrudur. Belarusa görə götürməliyik.
Arqayıl gölü şorsuz olduğundan kənd təsərrüfatında istifadə edilmə fikri yanlış olar. Arqayıl gölü süni göldür, Avstraliyada yerləşir və kənd təsərrüfatında istifadə edilən göldür. Doğru fikri müəyyən edin deyirsə 1, 4, 5-i götürərik. 1, 4, 5. Varmı cavab? 1, 4, 5. 1, 4, 5 D variantında öz əksini tapır. Baxaq 29-cu suala. 28 D oldu. 29-cu sualda körfəzlər verilib. Aşağıda verilən su hövzələri haqqında uyğunluq müəyyən edin. Körfəz və dənizlər var. Bu da Riga, Barents, Spencer körfəzi, Qara və Oxot dənizləri verilib. Baxaq 1-ə. Botnik körfəzinin sahilində yerləşən heç bir dövlətin ikiyə çıxışı yoxdur. Botnik körfəzinin sahilində İsveç və Finlandiya yerləşir. İsveç və Finlandiyanın deyir ki, ikiyə çıxışı yoxdur. Barents dənizindən çıxışı yoxdur. Bəli, İsveç və Finlandiyanın Barentsə çıxışı yoxdursa, fikir doğrudur, doğru da verib. Murey çayının mənsəbi yerləşir. Spencer körfəzi deyir. Xeyr, Spencer körfəzindən Murey çayı tökülmür. Sonra 4 2 qitənin sahillərini yuyur. 4-ə baxaq. Qara dəniz bəli 2 qitənin sahillərini yuyur. Asiya, Avropa. Yunanistan çıxışı yoxdur fikri doğrudur. Doğru yanlış verib. Sahildə NATO-ya üzv olmayan ölkə var. 1. Riga körfəzi. Latviya və Estoniya yerləşir sahilində. Hər ikisi üzvdür. O üzv olmayan ölkə var. Ölkə var deyirsə səhvdir, üzvdür. Yanlışa yanlış. 5-ə baxaq. 5-də deyir ki, 5, yəni Oxot dənizi sahilində BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü var. Doğrudur. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, İngiltərə, Fransa, Çin və Rusiyadır. Oxot dənizi Rus sahillərindədir, Rusiyanın sahilindədir. Doğruya doğru yazaq. Sonra 6-ya baxaq. 1, 4, 5 eyni işğalma qurşağında və eyni sayda yarımkürədə yerləşirlər. 1 Riga Şimal-Şərq yarımkürəsi, 1 işğalma qurşağı. 4 Qaradəniz Şimal-Şərq yarımkürəsi, 1 işğalma qurşağı. Sonra 5-i verib Oxot dənizi, bəli, Şimal-Şərq yarımkürəsində və 1 işğalma qurşağında yerləşir. Doğrudur, doğru yanlış verib. Bizə deyir ki, uyğunluğu müəyyən edin. Uyğunluq 1-i götürərik, doğru verib. 2-ni götürməliyik, 3-ü götürməliyik, 4-ü götürərik, səhv, yanlışa yanlış. Bir də 5-i götürərik. 1, 4, 5. Cavabımız D variantı olar. Otuza baxırıq. Doğru fikir müəyyən edin. Qəhvəyə dağ meşə torpaqlarında humusun miqdarı qonur dağ meşə torpaqlarından çoxdur. Fikir doğrudur. Şabalı torpaqlar Respublikamızda 800 metr hündürlüklərə qədər rast gəlinir və dənli bitkilər üçün bezəlməsi üçün əlverişlidir. Fikri doğrudur. Talaş dağlarının Mezoy yerasının suxurlarına rast gəlinmir. Fikri yanlış olar. Təbaşir dövrünün suxurlarına rast gəlinir. Xudafərin su anbarının yerləşdiyi rayonda, Cəbrayıl rayonunda söhbət gedir. Yarımsəhra landşaftına rast gəlinmir. Fikri doğrudur. Gəlinmir. Çünki biz deyirik ki, məsələn, yarımsəhra landşaftları da yoxdur. Kiçik Qafqaz təbii vilayətinin yarımsəhra yoxdur. Cəbrayıl da Kiçik Qafqaz təbii vilayətində yerləşir. Qeyd edək ki, ümumiyyətcə təbii rast gəlinmir bir sözdən də, yəni Cəbrayıl biraz hündür ərazidədir. Orada da yarımsəhra landşaftı yoxdur. Doğrudur. Volta su anbarının yerləşdiyi ölkə İspaniya ilə fərqli yarımkürədə yerləşir. Burada xeyir, hər ikisi şimalda, şərqdə və qərbdə yerləşir. Fərqli yox, eyni yarımkürədə yerləşirlər. Üzümçülük pambıqçılıqdan daha çox əmək tutumludur. Səhv olar, pambıqçılıq daha çox əmək tutumludur. Doğru fikirdə 1, 2, 4 olar A variantı. Uyğunluğu müəyyən edin. Bu isə yanlış fikirlər, yəni yanlış fikir götürəcəyik. Bərgüşat çayının mənsəbi Zəngilan rayonudur. Xeyr, Qubadlıdır. Yəni səhvdir.
Xəzər Texnoparkının yerləşdiyi iqtisadi coğrafi rayonda külək elektrik stansiyası fəaliyyət göstərir. Xəzər Texnoparkı Sumqayıtda yerləşir, yəni Abşeron Xızı iqtisadi coğrafi rayonunda götürmək olar və orada da keçidlər fəaliyyət göstərir. Doğrudur. Cənub tropik xəttinin kəsdiyi bütün materiklərin, yəni 3 materiki kəsir Cənub tropik xətti, Cənub Amerika, Avstraliya və Afrika və bu materiklərin deyir ki, cənub mülayim işıqlanma qurşağında yerləşən hissələrində savanna və seyrək meşələr təbii zonasına rast gəlinmir. Xeyr, hər üçünü də mülayim işıqlama qurşağında savanna var. Gəlinmir deyirsə, bu səhvdir. Mozambik, Qabon, Togo, Benin, Nigeriya İslam sivilizasiyasına aid olmasa da İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləridir. Bəli, bunlar hər biri sivilizasiya olaraq İslam deyil, amma İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdir. MDB-yə üzv olub İslam Əməkdaşlıq Təşkilatına üzv olmayan iki dövlət var. Fikri yanlışdır. Ən azı Rus, Belarus, Gürcüstan kimi, Rus, Belarus, Ermənistan kimi ölkələrin adını çəkə bilərik. Myanma sahillərinin yalnız Hind okean suları yuyur. Fikir doğrudur. Sakit okeana çıxışı yoxdur. Yanlış fikir 1, 3 və 5 olar. D variantı. 32-yə baxırıq. Otuz iki. 2025-ci ildə A ölkəsində dəmir filizi hasilatı 600 milyon ton, polad istehsalı isə 350 milyon tondur. İstehsal olunan poladın 20% metal tullantılarına əldə edilir. Filizin tərkibi 40% metal olduğunu bilərək A ölkəsi 2025-ci ildə eyni tərkibli isə ton filiz ithal etmişdir. Birinci biz gəlin 350 milyon ton poladın 20% deyək ki, metal tullantılarından. Gəlin bunu çıxaq, metal tullantılarını çıxaq. 350 deyək ki, 350 milyon neçə faizdir? 100%. Yaxşı, 20% nə qədərdir bunun? X yazsaq. Buradan X-imiz nə qədər edir? Buradan X-imiz 70 edər. 70 milyon ton polad nədən alınıb? Metal tullantılarından. Yaxşı. Ölkədə istehsal olan dəmir filizindən nə qədər polad alınıb? Deyir 40% də onun metal. 600 milyon ton ölkədə hasil edilən filizdir. 600 100%. Bunun da 40%-dən polad alınırsa, buna da yazaq gəlin Y. Buradan Y nə olar? 240 milyon ton. 240 milyon ton da bu elədir. Həm metal tullantılarından, həm ölkədə hasil edilən filizdən cəmi 240 və 70-i toplasaq, cəmi 310 milyon ton polad alındı. Yerdə nə qədər poladımız qaldı? 40 milyon ton poladımız qaldı. Axı cəmi 350-dir. Cəmi 350-dirsə, yerdə 40 milyonumuz qalır. 40 milyon polad. 40 milyon polad. Eyni tərkibi. Bunu biz poladı xaricdən gətirdiyimiz filizlə almalıyıq. Eyni tərkibli deyirsə, yəni 40% tərkibli filiz gəlirsə, 40 milyon polada elə biz 40% deyərik. 100% görək nə qədər filizdir ki, biz nə qədər filiz gətirmişik ki, bir də ki, onun 40%-i 40 milyon ton polad eləsin. Burada da filizimiz bərabər edər elə 100 ton. 100 ton filiz gətirməliyik ki, onun 40%-dən biz bir də ki, 40 ton, milyon ton polad istehsal edək. İdxal etdiyimiz 100 burada milyon yazılmalıdır. Yəni 100 milyon hər bir variantda milyon sözü yazılmalıdır. Yəni 100 milyon ton filiz biz ithal etməliyik. O sütə baxırıq.
Çili ölkəsində gecələrin gündüzdən uzun olduğu tarixdə şimal yarımkürəsində yerləşən dağın ətəyində atmosfer təzyiqi 680 mm civə sütununa və temperatürü 15 selsidir. Dağın zirvəsinin 3800 metr olduğunu bilərək qar xətti neçə metr hündürlükdən keçdiyini müəyyən edin. Nəzərə alın ki, normal atmosfer təzyiqi 760 mm civə sütunudur. Belə deyək də, normal atmosfer təzyiqi nə qədər deyir? 760 mm civə sütunu. Normal atmosfer təzyiqi harda olur? Dəniz səviyyəsində. Dəniz səviyyəsini biz 0 metr götürək və təzyiqimizi nə qədər götürək? 760 millimetr. Dağın ətəyində isə deyir ki, temperatur nə qədərdir? Təzyiq nə qədərdir? Təzyiq hündürlüyü bilmirik. Təzyiqi deyək ki, təzyiqimiz 680-dir verib, 680 millimetr verib. Təzyiqlər arasında nə qədər fərq var? 80 millimetr varmı? Çıxsaq. 80 millimetr civə sütunu fərq var. 80 millimetr biz hündürlüyə çevirsək, bu da edir 800 metr fərq. 800 metr fərq varsa, dağın belə deyək ki, ətəyi edəcək elə 800 metr hündürlükdə. Yəni, burada dəniz səviyyəsi sıfırdır. Dağın ətəyi yerləşir 800 metr hündürlükdə. Burada temperatur nə qədərdir? 15 selsi. Şərtdə verib. 15 selsi temperatur. Zirvəsinin hündürlüyü nə qədərdir? 3800 metr. Zirvəsində temperatur nə qədər edər? Gəlin biz onun üçün də hündürlük fərqinə baxaq. Hündürlük fərqi nə qədərdir? 3800-dən biz dağın ətəyi 800 çıxsaq, hündürlük fərqi 3000 edir. 3000 metr hündürlük fərqi var. Hündürlük fərqi 3000 metrdir. Biz də bilirik ki, temperaturumuz 1000 metrdə 6 selsi dəyişir. Onda 3000 metrdə nə qədər dəyişər? Əlbəttə ki, avtomatik 3 dəfə çox 18 selsi edəcək. Dağın ətəyi ilə zirvəsi arasında 18 selsi fərq var. Yəni 15-dən biz 18 çıxsaq, dağın zirvəsində biz temperaturu -3 olduğunu qeyd edə bilərik. Bizə isə bu dağın zirvəsindəki hündürlük istəmir. Bizə deyir ki, dağın zirvəsi 3800 olduğunu bilək, qar xətti neçə metr hündürlükdən keçdiyini müəyyən edin. Qar xətti temperaturun 0 metr olduğundan, yəni harda temperatur 0-a bərabər olur? Oradan keçməlidir. Yəni, dağın bir yamacını götürək, bilmirik hündürlüyün, x metr hündürlük deyək və bura temperatur 0 olmalıdır. 0. Bayaq dediyimiz kimi, 1000 metrdə 6 selsidirsə, zirvə ilə baxıram fərqinə, 1000 metrdə 6 selsidirsə, belə deyək, 3 selsi fərqə nə qədər edir? 500 düşür. 500 metr. Demək 500 metri biz aşağı düşməliyik zirvədən. Bu da edir 3800 zirvədirsə 500 metr aşağı düşsək edir 3300. Qar xətti keçəcək 3300 metr hündürlükdə. Yəni cavab A variantı edir. Növbəti suala baxaq. 34-də. Uyğunluğu müəyyən edin. Yanlış fikir, doğru fikir. Yanlışdan yanlış, doğrudan doğru götürülməlidir, amma hər iki sıra uyğun olmalıdır. Baxaq. Burada suallardır. Yalnız Cənub yarımkürəsində yerləşən ən böyük ada bir ölkəyə məxsusdur. Ümumiyyətcə, ən böyük adaları gəlin sadalayaq. Birinci yerdə Qrenlandiya, 2-də Yeni Qvineya, 3-də isə Kalimantan adasıdır. Bunlardan yalnız Cənub yarımkürəsində yerləşən ən böyük ada. Yalnız Cənub yarımkürəsində yerləşən ən böyük ada Yeni Qvineya olar. Yeni Qvineyada. Deyir ki, bir ölkəyə məxsusdur. Xeyr, Yeni Qvineya 2 ölkəyə məxsusdur. Fikir yanlışdır.
Baxaq, bir işıqlama qurşağında yerləşən ən böyük adada fəaliyyətdə olan vulkan var. Bir işıqlama qurşağı. Yenə isə Qrenlandiya birinci sahəsinə görə birincidir. Qrenlandiya iki işıqlama qurşağında yerləşir. Daha sonra gəlir yenə Yeni Qvineya adası. Yeni Qvineya bəli bir işıqlama qurşağında yerləşir. Tropik işıqlama qurşağında. Bəli, orada da fəaliyyətdə olan vulkan var, Lamikdon vulkanı. Fikir doğrudur. 2-yə baxırıq. Yalnız tropik işıqlama qurşağında yerləşən əhali sayına görə birinci olan G20 əhali sayına birinci olan ölkə G20-yə daxildir. Yalnız tropik işıqlama qurşağında yerləşən əhali sayına görə birinci olan ölkə. Biz əhali sayına olan ölkələri sıralamalıyıq. Birinci yerdə Hindistan, sonra gələr Çin, sonra gələr ABŞ, ABŞ-dan sonra gələr əlbəttə ki, İndoneziya, gələr, sonra gələr Pakistan. İlk 5 dənə, ümumiyyətlə ilk 10-luqları həmişə hər zaman bilmək lazımdır. Əhali sayına görədir bu. Bunlardan biz İndoneziya olaraq götürə bilərik ki, İndoneziya yalnız bir işıqlama qurşağında yerləşir. Ən böyük əhali sıralamasına görə İndoneziya yalnız birində yerləşir. Hindistan tropik xətti kəsir, kəsir. ABŞ hələ 3 işıqlama qurşağına düşür. Buradan biz İndoneziyanı götürməliyik. İndoneziya G20-yə daxildirmi? Bəli, daxildir. Fikir doğrudur. Yalnız mülayim işıqlama qurşağında yerləşən sahəcə ən böyük ölkə. İndi sahəcə böyük ölkələri düzməliyik. Yəni biz Rusiya, Kanada, Çin bu ölkələri sıralamalıyıq. 4-də ABŞ və s. Bunlar ardıcıl ilk 10-dan sıraladıqda biz 9-cu yerdə Qazaxıstan gələr və Qazaxıstanı yalnız mülayim işıqlama qurşağında yerləşən sahəcə ən böyük ölkə Qazaxıstanı görərik. Qazaxıstan da G20-yə daxildirmi? Daxil deyil. Burada deyilir, daxil deyil. Yəni fikir doğrudur. Cənub-Şərqi Asiya bölgəsinin insan inkişaf indeksinə görə ən yüksək olan ölkəsi federativ inzibati ərazi idarə etmə formasına malikdir. Ümumiyyətlə, Cənub-Şərqi Asiyada insan inkişaf indeksi harda yüksək olur? Əlbəttə ki, oranın ən inkişaf etmiş ölkəsi, inkişaf etmiş ölkələr siyahısında olan Sinqapuru götürək. Sinqapur federativdirmi? Xeyr, fikir yanlışdır. İslam Əməkdaşlıq Təşkilatını yaradan ölkələrdə Hind-Avropa dil ailəsinə aid olan xalqlar yaşayır. Türkiyə, Pakistan, İran doğru fikirdir. Burada Kürdlər vardır. Məsələn, Kürdlər, Əfqanlar, hamısı yenə İranda farslar, Türkiyədə Kürdlər var deyə fikir doğrudur. 4-ə baxaq. Moldovada əhalinin böyük bir qismi Hind-Avropa dil ailəsinə Slavyan qrupuna aiddir. Slavyan yox, Roman dil qrupuna aiddir. İtaliyanın yalnız subtropik iqlimdə yerləşir. İtaliya həm mülayim, həm də ki, subtropik iqlimdə yerləşir. Fikir yanlışdır. Yalnız Cənub yarımkərəsində yerləşən ən böyük göl Hind okean hövzəsinə aiddir. Fikri yanlış olar. Tanganika gölünün söhbət gedir. Tanganika gölü Hind yox, Atlantik okean hövzəsinə aiddir. İllik ən çox buğda istehsal edən ölkə həm də onun ixalçısıdır. Fikri doğrudur. Bu Çindən söhbət gedir. Müstəqil türk dövlətləri içərisində ən az əhali Türkmənistan ölkəsindədir. Fikir doğrudur. 5 milyon əhalisi var. Avropanın sahillərinin girinti-çıxıntılı olması rütubətli dəniz hava kütləsinin qitənin içəri hissələrinə qədər gəlib çıxmasına səbəb olur. Fikri doğru fikirdir. Uyğunluğu müəyyən edin deyirsə, yanlışdan yanlışı götürməliyik. 2-də doğru var burada. 6-nı çıxarıq. Daha sonra doğru fikirlərdən də doğrular götürməliyik. Buradan 4 gedər. Cavabımız olar. Cavabımız burada 1, 3 və 5 olar. 1, 3, 5. B variantı olar. 35-ə baxırıq. Uyğunluğu müəyyən edin. Yanlış fikir, doğru fikir. Yanlışdan yanlış, doğrudan doğrunu götürməliyik.
Baxaq, ölkəmizdə 14 iqtisadi coğrafi rayondan 3-də şəhər əhalisi kənddən üstündür fikri doğrudur. Hansılardır? Bakı iqtisadi coğrafi rayonu, Abşeron, Xızı, Gəncə, Daşkəsəndə şəhər əhalisi üstündür. Yerdə qalan digər 11-də kənd əhalisi üstündür. Doğru fikirlərim, gəlin işə baxaq. Əlcəzair və Misirdə iri metallurgiya mərkəzləri var fikri doğrudur. Çin və Yaponiya iqtisadi əlaqələrin genişlənməsi səbəbindən Yaponiyanın əsas dəniz limanları Yapon dənizinin sahilində yerləşdirilib fikri yanlışdır. Yaponiyanın əsas dəniz limanları Sakit Okean sahilində yerləşib. Doğru fikirlərə baxaq. Yüngül əlvan metal filizləri ağır əlvan metal filizlərindən filizin çox olmasına görə fərqlənir. Fikri doğrudur. Azərbaycan təsərrüfatının sahəvi strukturunda sənaye və ticarətin payı yüksəkdir. Bəli. Pirsad su anbarı Altığaz Milli Parkının yerləşdiyi iqtisadi coğrafi rayonda yerləşir. Pirsad yerləşir Hacıqabulda, Altığaz Milli Parkı, Xızı və Xızıya düşür. Bu da səhvdir. Yanlışdan yanlış 3-ü götürərik. Doğrudan doğrunu 4 və 5-i götürərik. 3, 4, 5 cavabdır. Cavab edər A. Uyğunsuzluğu müəyyən edin. Meksika körfəzi. Yanlışdan yanlış götürək, doğrudan doğrunu götürək. Xeyr, uyğunsuzluq verilibsə, bir dəqiqə. Uyğunsuzluq deyil şərtdə. Yanlışdan doğrunu götürərik, doğrudan yanlış götürək. Çünki şərtdə uyğunsuz deyil bizə. Meksika körfəzi sahillərində və Şimal dənizinin cənubunda neotektonik proseslər müşahidə olunur. Bəli, burada körfəz sahilləri, dəniz sahilləri enir deyə bu fikir doğrudur. İstehlak səbətinə il ərzində orta hesabla insan sağlamlığı və həyat fəaliyyəti üçün maksimum ehtiyacları daxildir. Xeyr, maksimum yox, burada minimum sözü işlənməlidir. Fikir yanlışdır. Mərkəzi Asiya ölkələrindən yalnız Monqolistanda səfirliyimiz yoxdur. Bu fikir də doğrudur. Yalnız Monqolistanda yoxdur. Digər Mərkəzi Asiya ölkələrində bizim səfirliyimiz vardır. Doğru fikirlərə baxaq. 1985-ci ildə yaradan Cəb-əl-Əli Azad İqtisadi Zonası Qırmızı dəniz sahillərində yerləşir. Bəli, Səudiyyə Ərəbistanına məxsus olan Cəb-əl-Əli Azad İqtisadi Zonası Qırmızı dəniz sahillərində yerləşir. İşsizlik səviyyəsini hesablamaq üçün işsizlərin sayını ölkə əhalisinin ümumi sayına bölmək lazımdır. Xeyr, işsizlərin sayını əmək qabiliyyətli əhaliyə bölmək lazımdır. Fikir yanlışdır. Amerikalı iqtisadiyyatı OKN-ə görə ümumdaxili məhsulun 2,5% artması işsizliyin səviyyəsinin 1% azalmasına səbəb olur. Doğrudur. Biz dediyimiz kimi doğrudan, yanlışdan doğrunu götürsək 1-i götürərik, 3-ü götürərik. Doğrudan da yanlışı götürsək 5-i götürərik. 1, 3, 5. Varmı cavab? Bəli, E variantı olar. 37-yə baxaq. 37 xəritə çıxım sualdır. Biz burada rəqəmlər göstərən su obyektlərin hansı səhv göstərilmişdir? Burada Kerç boğazı düzgündür. Volqa-Don kanalı düzgündür. Rubinski su anbarı düzgündür. Onega göl düzgündür. Onega budur. Ladoqa budur. Sivir çayı səhvdir. Ümumiyyətlə burada Sivir çayı olmalıdır. Niva verib. Niva burada olmalıdır. Niva Ladoqadan başlayıb Finközə körfəzinə tökülür. Niva. Burada Onega ilə Ladoqa arasında Sivir çayı olmalıdır. Niva çayı yox. 2-ni səhv kimi götürə bilərik. C variant. – 38-ə baxırıq. Yanlış fikri müəyyən edin. Tərtər çayı və Türyan çayı 4 fiziki coğrafi rayonundan keçir. Tərtər çayı 4 fiziki coğrafi rayonundan keçir, amma Türyan çayı 5 fiziki coğrafi rayonundan keçir. Fikir yanlışdır. A variantı bizim cavabımız olar. Xəzər dənizinin orta dərinliyi 250 metrdən çox deyil. Fikri doğrudur. Nigeriyanın paytaxtı ölkədən böyük şəhəri deyil. Doğrudur. Qışı soyuq keçən yarımçəhrə quru çöl.
iki tektonik zonada rast gəlinir. Doğrudur. Böyük və Kiçik Qafqaz tektonik qalxmalarında. Ceyrançol düzündə günəş radiasiyası az, günəşli günlər çox olur. Fikircə doğrudur. Cavab A variantı olar 38-dən. 39-a baxırıq. Vulkanlar haqqında doğru uyğunluğu müəyyən edin. Vulkanlar verilib və variantlarda xüsusiyyətləri verilib. Birləşdi ölkələr haqqında. A-ya baxaq. B. Yerləşdiyi ölkə Aladı və OPEC-ə üzdür. B-yə baxaq. B. Ruis vulkanı Kolumbiyada yerləşir. Aladıya üzdür. Kolumbiya OPEC-ə üz deyil. 4. Yerləşdiyi ölkədə Toskana bölgəsi var. 4. Hekla vulkanı. Hekla vulkanı yerləşir İslandiya adasında. İslandiya adasında Toskana yox. Toskana bölgəsi İslandiya yox, İtaliyada yerləşir. A tamamilə səhv oldu. D, E, F vulkanik mənşəli adada yerləşir. D, E, F baxaq. D, Hekla, bəli, İslandiya adasında. E, Vezuvi Apennin yarımadasında yerləşir. Adada yerləşmir. Səhvdir. Daha sonra C-yə baxaq. A, C, F yerləşdiyi ölkənin paytaxtı ilə eyni adada yerləşir. A, Pinatubo yerləşir Luson adasında doğrudur. C-yə baxaq. Ruapehu yerləşir Şimal adasında. Bəli, doğrudur. Yeni Zelandiyada yerləşir. C baxsaq. C-yə baxdıq elə biz. F-yə baxsaq. F. Krakatau yerləşir. Ümumiyyətlə, Krakatau yerləşir Zond boğazında hər hansı bir adada yerləşir. Krakatau ya Sumatrada yerləşmir, ya Yavada yerləşmir. Ona görə də C-də səhvdir. D-yə baxaq. A, B, C Sakit Okean odluq halqasına yerləşsə də Sakit Okean tavasına yerləşmir. A, Pinatubo vulkanı Filippin litosfer tavasındadır. Sakit Okean litosfer tavasında deyil. Daha sonra B-yə baxsaq. Ruis vulkanı və Ruis vulkanı Sakit Okean litosfer tavasının Sakit Okean odluq halqasındadır. Amma o Sakit Okean tavasına deyil, Cənubi Amerika litosfer tavasına toxuşur. Daha sonra C-yə baxsaq, C Ruapehu vulkanı verilib. C də Yeni Zelandiyada Şimal adasında yerləşir. Bu da Hind Avstraliya litosfer tavasında yerləşir. Sakit Okeanda yox. D variantı doğrudur. A və C yarımadalarında eyni litosfer tavasının rolu yoxdur. A və C. A Pinatubo, C Ruapehu'dur. Bunlar hər ikisində Hind, Avstraliya litosfer tavalarının iştirakı var. Səhvdir deməli bu da. Cavabımız D olar. Ümumiyyətlə, Sakit Okean, belə deyək ki, Sakit Okean litosfer tavası okean tipli olduğu üçün bu gömülür materik tipli litosfer tavalarının altına. Və gömüldüyü üçün orada belə deyək ki, həmin hissədə gömülür. Vulkan əgər olursa, başqa litosfer tavasına çıxır. Yəni, toxuşduğu litosfer tavasında vulkan əmələ gəlir. Belə deyək. Yəni, bu vulkanlardakı D variantında Sakit Okean odluq halqasındadır. Amma belə deyək ki, Sakit Okean tavasında deyil. D tamamilə doğrudur. 40-cı suala baxırıq. Aşağıda verilən ölkələr haqqında uyğunluğu müəyyən edin. Baxaq. 1 və 3 sayıları kökün hövzəsinə aiddir. 1, 3. 3. Ekvador doğrudanmı? Kolumbiya doğru deyil. Yəni 1 səhvdir. 2-yə baxaq. 2, 3. Angola və Ekvador neft ehtiyatları ilə yaxşı təmin olublar. Hər ikisi OPEC-ə üzdür. Doğrudur. 4-ə baxaq. Boksit ehtiyatlarına görə fərqlənən ölkədir. 4. Macaristan. Avropada bəli, boksita görə fərqlənən Macaristan. Doğrudur. 5, 6. 5 Montenegro, 6 Moldova. Avropa İttifaqına üzv olmasalar da quru sərhədlərində malik olduğu dövlətlərdən üzv olan var. Montenegro, Moldova Avropa İttifaqına üzv deyil, amma sərhədində deyil ki, üzv olan dövlət var. Moldovanın sərhədində biz Rumıniyanı götürə bilərik. Avropa İttifaqına üzdür.
Amma Montenegronun sərhədində yerləşən Albaniya, Bosna-Herseqovina, Serbiya kimi ölkələrdir və orada sərhədində bəli üzv olan ölkə yoxdur. Montenegronun sərhədində Avropa İttifaqının üzv olan ölkə yoxdur. Bu da deyilsə üzv olan ölkə var. Səhvdir deməli 4-də. 4-də baxaq Fin-Uqor dil qrupuna. 4. Macaristan Fin-Uqor dil qrupuna doğrudur. 6. Moldova deyək ki, Slaven dil qrupuna aiddir. Xeyr, 6 Hind-Avropa dil ailəsinin Roman dil qrupuna aiddir Moldova. 5 də səhvdir. 6-ya baxaq. 1 unitar dövlət olub. Kamboca unitardır. İdarəetmə formasına görə monarxiyadır. Doğrudur. Federativ ölkə ilə quru sərhədə malik deyil. Fikri bəli. Kambozanın sərhədində yerləşir. Vyetnam, Tayland, Laos kimi ölkələr. Onların da heç biri federativ deyil. Doğrudur. 2, 3, 6 doğru variant olar. Cavab A. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olub dəstək olmanız kifayət edər. Sağ olun, təşəkkürlər.